ailələrindən birinə məxsus olan Rothschild malikanəsi. Həkim evə mason simvolu olan iki sütunun arasında daxil olur. İçəri girdikdə isə son dərəcə qəribə və qorxuducu bir ayinin icra edildiyini görür. Ortada çılpaq qadınlar və əllərində tütsü tutub mənası bilinməyən sözlər oxuyan iki rahib var. Ətrafda isə yüzləri maskalı, bədənləri örtülü qəribə insanlar dolaşır. Daha sonra qadınlar özlərinə bir kişi seçərək münasibətə girirlər. Qadınlardan biri isə həkimin yanına gəlib, onun böyük bir təhlükə içində olduğunu, əgər buradan getməsə öləcəyini deyir. Lakin ayini icra edənlər həkimin dəvət olunmadığı başa düşdükləri üçün onu sorğu-suala çəkirlər. Sorğu-sual edən adamın arxasında isə masonluğun 33-cü dərəcə simvolu olan iki başlı qartal var. Və diqqət edin, bütün bunlar Rothschild malikanəsində baş verir. Daha sonra həkimi bir daha ora gəlməmək və bu mövzunu araşdırmamaq şərti ilə sərbəst buraxırlar. Həkim oradan çıxıb evinə doğru gedərkən isə təəccüblü şəkildə onu izləyən insanların olduğunu görür. Maraqlıdır ki, normalda təqib gizli şəkildə edilir. Amma bunlar özlərini gizlətmirlər. Açıq-aşkar, gəl səni izləyirik. Güc bizdədir mesajını verirlər. Və indi filmin ən can alıcı, insanın ağlını ən çox qarışdıran səhnəsi. Həkim qəzet oxuyarkən bir gözəllik kraliçasının həddindən artıq dozada narkotik qəbul edərək öldüyü xəbərini görür. Bu qadın həkimin ilk getdiyi ziyafətdə müalicə etdiyi qadındır. Həkim morqa gedərək qadının ölüm səbəbini öyrənmək istəyir. Amma qadının adını eşidəndə donub qalır. Çünki qadının adı Amanda Kurandır. Filmdə rejissor bu adı ard-arda 2 dəfə hərf-hərf tələffüz etdirir. Bunu tamaşaçıların anlaması üçün edir. Amanda Kuran, Amanda, K-O-R-A-N, Amanda övülmüş deməkdir. Rejissor açıq-aşkar narkotikdən ölən qadının adının övülmüş Quran olduğunu deyir. Amma maraqlı hadisələr bununla bitmir. Həkimin danışdığı qadın morqdakı cəsəd üçün onun üzərində 19 var deyir. Yəni Müddəssir surəsi 30-cu ayə. Onun üzərində 19 vardır və qadının cəsədini gördüyümüz səhnədə arxa planda 19 rəqəmi 40 saniyə boyunca ekranda qalır. Heç bir filmdə bir rəqəm bu qədər uzun müddət ekranda saxlanılmaz. Filmin sonunda isə həkim mason məclisinə qatılmaq üçün aldığı geyimləri geri qaytarır. Bu Illuminati gücünün bir simvolu kimi göstərilir. Digər bir təəccüblü məlumat isə budur ki, filmin